Diaqnostik qiymətləndirmə 2-nin izahlarına baxaq. Koordinatın dəyişmə yeniliyini xarakterizə edən fiziki kəmiyyəti müəyyən edin. Bu sualda baxırıq ki, koordinatın dəyişmə yeniliyini sürət xarakterizə edir. Sürətin dəyişmə yeniliyini isə təcil xarakterizə edir. Koordinatın dediyinə görə cavabımız Y variantı. İkinci sualda isə bizdən Y oxu üzrə proyeksiyasını soruşur cismin. AB cisminin proyeksiyasını tapan zaman Y oxu boyunca 40 və 100 arasındakı qalan məsafədir. X çıxaq, X0 bölək T düsturundan biz rəqəmlərini yerinə qoyaraq yaza bilərik. X 100 çıxaq, 40 bölək T-ni də 10 verib. 10 saniyəyə. 60 bölək 10, bu isə 6 edər. Cavabımız C variantı. Digər məsələdə X-in zamandan asıllıq qrafikində 2 dənə cismin hərəkətini göstərir. Və görürük ki, K nöqtəsində bizim bu cisimimizə aid olan uyğunluğu istəyir. K nöqtəsi nədir? Görürük, koordinatlar eyni nöqtədədir. Yəni, eyni nöqtədə kəsişibdir. Birinci cavabda deyir ki, cisimlər görüşərlər. Bəli, koordinatlar eyni olan zaman cisimlər eyni yerdə, eyni məkanda olurlar və görüşürlər. Birinci düz. İkinci, cisimlər arasındakı məsafə sıfıra bərabərdir. Bəli, 2 dənə müxtəlif cismin eyni nöqtədə olduğu zaman onlar arasındakı məsafə sıfır olar. Deməli, 2 də düzdür. Cisimlər arasındakı məsafə sıfırdan fərqlidir. Xeyr, dedik ki, sıfıra bərabərdir. 3 yanlışdır. Dördüncüdə deyir ki, cisimlər eyni istiqamətdə hərəkət edirlər. Baxırıq ki, xeyr. XT qrafikində əgər xəttin istiqaməti yuxarıdırsa X oxu, xəttin istiqaməti aşağıdırsa X oxunun əksi. Deməli, bunlar əks istiqamətdə hərəkət edirlər. Və 5-ciyə baxaq, cisimlər əks istiqamətdə hərəkət edirlər. Bəli, bu isə doğrudur. 1, 2, 5. Cavab 1-ci. İndi isə digərinə baxaq. Deyir, aşağıdakılardan hansı dövrətmə periyodunun vahidi deyil? Periyod T hərfindən işarə olunur və vahidi saniyədir. Bizdən sadəcə zaman vahidlərini istəyir. Saniyə zaman vahididir, dəqiqə zaman vahididir, sutka zaman vahididir, saat isə yenə zaman vahididir. Ancaq kilometr uzunluq vahidi olduğuna görə bizim saniyəyə, yəni periyodun vahidinə uyğun gəlmir. Cavabımız C variantı. İndi isə digərinə baxaq. Bu nisbətən çətin olan bir sualdır. Burada bizə qayışlı ötürmə verib və dövrlər sayının radiusdan açısıllığını göstəririk. Demişik ki, qayışlı ötürmə zamanı sürət və uzunluq V və L sabit qalır. Digər kəmiyyətlər periyod radiusdan düz, yalnız periyod radiusdan düz, digər yerdə qalan dövrlər sayı, omega, təcil, tezlik, bunlar isə radiusdan tərs asılıdır. Və bu ifadənin yerinə yazsaq, yəni NA bölək NB bərabər olar RB bölək RA-ya. Dedik axı, sayla bizim radiusumuz tərs asılıdır. Ona görə NA bölək NB bərabər olur radiusun tərsinə, yəni RB bölək RA-ya. Bu zaman qiymətlərini sadəcə olaraq yerinə qoyuruq. Burada görürük ki, deyir A nöqtəsinin sayı, yəni NA 9-dur. 9 dövr edib, NB-ni soruşur bizdən. NB-ni olduğu kimi yazırıq. RA 3-dür, RB isə 4-dür. Buradan isə hesablama aparaq. Baxırıq ki, burada 9. Çal çarpaz vurmaqla. 4NB bərabərdir 27-yə. NB isə bərabərdir 27 bölək 4-ə. 4-də 27. 4-də gördük ki, cavab 4-də 27-dir. 4-də 27-ni də
biz belə yaza bilərik. 6 tam 4-də 3. İndi bizə tam ədədlər lazım deyil. Çevrə üzrə bərabər sürətli hərəkətdə bilirik ki, 4-də 1 zaman aralığında cisim 4-də 1-də gəlir 2 nöqtəsinə çatar. Məsələn, 2-də 1-də tam yarısı 3 nöqtəsinə çatar. 4-də 3-də isə gələr 2, 3, 4 nöqtəsinə çatar. Bizim sualımızın cavabı buradakı 4 qiymətidir. Çünki bizim buradakı tam ehtiyac yoxdur. Sadəcə kəsr hissəsinə baxıram. 4-də 3. 4-də 3 də gəlir. 4-də 1-də dedik 2 nöqtəsində, 2-də 1-də tam 3 nöqtəsində, 4-də 3-də isə 4 nöqtəsində olar. İndi isə digər məsələyə baxaq. Deyir, əvəzləyici qüvvənin sabit qiymətində cismin kütləsini 2 dəfə azaltdıqda onun təcili necə dəyişər? Bu sual F bərabərdir EMA düsturuna əsaslanır və burada təcili tapırıq. Təcil F bölək M-dir. Və sabit qüvvə dediyinə görə qüvvəni sabit götürürük. Buradakı təcil kütlə ilə tərs mütənasib asılıdır. Əgər kütləni 2 dəfə azaldırıqsa, təcilimiz 2 dəfə artar. Yəni cavab A variantı. Digər suala. Bu isə Ümumdünya cazibə qanunundakı qravitasiya sahəsinin intensivliyinin radiusdan asıllığıdır. Qravitasiya sahəsinin intensivliyi, yəni J, radiusdan tərs asılıdır. Ona görə də baxırıq. Buradakı yerlə 1 və 2 nöqtələri eyni məsafədədir. Deyə bilərik, J1 bərabərdir J2-yə. Radius, indi gəlin baxaq, məsafə artır axı 3 nöqtəsinə gedən zaman. Yəni 2 nöqtəsinə bu qədər məsafədir, 3 nöqtəsinə isə 2-dən daha çoxdur. Deməli, məsafə artdığına görə qravitasiya sahəsinin intensivliyinin qiyməti azalar. Bu zaman J1 J2-yə bərabər, çünki eyni nöqtədədirlər, belə deyək, eyni ox üzərindədirlər. Və 3 isə onlardan kiçik olmalıdır. Belə bir ifadə yaza bilərik. Yəni, J1 J2-yə bərabər olsun və J3-dən böyük olsun. A variantına uyğun gəlir. İndi isə baxaq digər. Bu isə bərk cisimlərin təzyiqinin səthin sahəsindən tərs asıllıq düsturuna əsaslanan bir çalışmadır. Burada baxırıq ki, əvvəlcə, yəni P bərabərdir F bölək S-dir. Və bu zaman görürük ki, əvvəlcə səthin sahəsi 2 imiş. Sonra tərsinə çevirdiyimiz zaman artıq 3S təzyiq göstərər. Cismimiz 3S ilə təzyiq göstərir. Və baxırıq. Səthin sahəsi tərsinə çevirən zaman elə bir ki, belə olur. 3S təsir göstərir, kiçik S isə yuxarıda qalır. Bu zaman görürük ki, təzyiq 3 dəfə azalar. Nəyə görə? Çünki səthin sahəsi 3 dəfə artır və tərs mütənasiblikdənsə deyirik. P-nin qiyməti isə 3 dəfə azalar. Səthin sahəsi 3 dəfə artar, təzyiq isə 3 dəfə azalar. Bizdən təzyiqi soruşduğuna görə 3 dəfə azalar variantını götürürük. O isə A variantı. Baxaq. Hansı qrafik verilmiş kütləli ideal qaz üzərində aparılan izotermik prosesə uyğundur? İzotermik, izobar, izoxor proseslər var. İzoxorda V sabitdir. İzobarda P sabitdir. Bizə izotermikdə isə T sabitdir. Konstant sabit deməkdir. Yadımızda saxlayaq ki, hansı cismi, daha doğrusu hansı kəmiyyəti sabit verirsə, qrafikdə, məsələn, belə deyək, P-nin T-dən asıllığı. İzotermik. İzotermik deyirsə, T-nin T-yə perpendikulyar olmalıdır. Yəni, hansı sabitdirsə, ona perpendikulyar çəkirik. Cavabımız A-dır. İndi gəlin əsaslandıraq. Əgər bizə izobar proses desəydi, izobarda dedik ki, P sabitdir. P sabit olsaydı, P-nin, yəni bu ox, P-nin qiymətidir. Yəni, P-yə sabit götürərdik. Əgər oxu da belə
bu tərəfə, bu istiqamətə qoysaydıq, deyərdik izobar qızma, yəni temperaturun artmağı deməkdir bu oxun istiqaməti. Əgər oxun istiqamətini tərsinə qoysaydıq, izobar soyuma, yəni T-nin qiymətinin azalmağı deməkdir. İndi isə digər məsələyə baxaq. Verilmiş kondensatorun elektrik tutumunun onun yükündən asılı qrafiki. Bəli, düsturda var ki, S bərabərdir Q bölək U-ya. Baxan kimi deyərik ki, bəlkə də Q ilə S düzdür, amma xeyr. Bir qayda öyrənmişik ki, verilmiş kondensator sözünü görən zaman tutum nə Q-dən, nə də ki U-dan asılı deyil. Asılı deyil qrafik isə Y variantı. İndi baxaq digər çalışmaya. Burada isə hazır düsturdur. Maqnit seli, yəni Fi bərabərdir BS kosinus alfadır. Yəni hazır düsturdur. İndi isə digərinə baxaq. Bu isə maqnit sahəsinə aid olan bir çalışmadır. Maqnit sahəsində bilirik ki, qütblər maqnitin belə bir qütbləri olur və N, S. Biz bilirik ki, maqnit sahəsi N-dən S-ə doğru. Yəni, qısacası belə yazaq. Burada N, burada S-dir. Deməli, N-dən S-ə doğru istiqamətlənir. İndi isə burada baxaq. Baxırıq ki, biz bilirik ki, müsbətdən, qısacası belə deyək. Daha doğrusu, burada bir N təsəvvür edək, burada isə S. Bunlar, əlbəttə ki, N tərəf S-i cəzb edər. S tərəf isə N-i cəzb edər. İndi baxırıqmı ki, görürük bu istiqamətlərdən sizcə hansı doğru olar? N tərəfdə ola bilməz. Yəni, buranın şərti olaraq N, yuxarını isə S qəbul edək. N tərəfdə olmaz. Yanlışdır. Buranı yenə S qəbul edirik. Əlbəttə, bax, bu doğrudur. S istiqamətlənir N tərəfə, N istiqamətlənir S tərəfə. Necə ki, elektrik sahəsini keçən zaman demişdik ki, müsbət yükdən qüvvə xətləri çıxır mənfi yükə doğru. Bax, belə. Bura bir dənə müsbət proton zərrəciyini atsaq, müsbət əlbəttə ki, müsbətə doğru getməz. Çalışar ki, mənfiyə doğru geçsin. Çünki əks işarələr bir-birini cəzb edir, eyni işarələr isə bir-birini itələyir. Bu misalımız da ona uyğundur bir növ. Bu isə maqnit sahəsinə aiddir. Baxırıq ki, S tərəf N tərəfdə olmalıdır, N tərəf isə S tərəfdə. İndi baxaq digər suala. Bu da şifahi bir sualdır. Metallarda elektrik cərəyanını hansı zərrəciklər yaradır? Metallarda elektrik cərəyanını sərbəst elektronlar yaradır. İonlar isə bağlı olaraq qalır. Baxırıq digər suala. Bu isə kondensatorların birləşməyinə aid sadə bir məsələdir və burada görürük ki, görkəmcə paralel birləşməyə bənzəsə də, bunun qütblərindən çəkib uzaqlaşdırsaq, sanki belə bir kondensatorların birləşməyini müşahidə edə bilərik. Məsələn, S1 bərabərdir 4S-yə, S2 bərabərdir S-yə. Bu isə ardıcıl birləşmə olduğuna görə, ardıcıl birləşmədə külər bir-birinə bərabərdir və ular toplanır, erlər də toplanır. Bu qədər.